Herkese salam, mən Jakras, xoş gördük sizə yeni videomuzda. Bu videoda lig kasacağıq. Hansı ki bizim ən əsas dəstəklə, yəni 8000 kupaya kimi misal üçün kasıb ilişdiyim vaxtdan mən sırf bu dəstəklə oynayıram, amma nerflərə görə məcbur misal üçün bu dəstəni hələ ki bir təxirə salmışdım. Dəstəni yenə də oynasam belə ən azından biraz modifiye eləmişdim də, belə deyim. Bu skelet fıçısını çıxartmışdım dəstədən. Yerinə goblin yıkıcı, sonra yaramaz götürdüyüm videolarda ki bir sezonluq ümumiyyətlə kart dəyişdirdiyim olurdu. Dediyim kimi antilər, sonra bu ümumiyyətlə təzə kulübələrin çıxmağı bütün işləri körladı. Nəsə, Golemi görə necə savuna biləcəyik. Valkyrie əlimizdə olsaydı çox yaxşı olardı, amma oxlar ata bilmirəm. Çünki o kart ölməyəcək. Skeletlər dartımı öldürmə. Həla. Hasar yeməsək daha yaxşı olar, amma bir dənə hasar yedik. O da olub yox, yəni bir zəhmət o qədər də olsun. Dartın qabağa gəlməyi bir tərəfdən bu çox da yaxşı olmadı. Deməli, buna korumanı tam bu dibdən basıram ki, slasher da qabağa gəlsin. Bizim kule onu görsün. Taret atma. Hepsi. Deməli, adama golem attırmaya da bilərik. Amma indi bu dəqiqə əlimizdə o baskı kartımız yoxdur. En azından iksirimizi gözləməliyik. İksir toplayıcın. Yəni boş bıraxsam problemdir. Dolu bıraxsam o da problemdir. Nəsə, bir damcı hasar yiyək, eyb yox. O hasara bir dənə fokus olsaydım, iksir toplayıcı sonra mənim üçün problem yaradacaqdı. Deməli, arxadan golemlə çıxa bilər. Körpüdən onun üçün bir dənə dart attım. Bir də Teslanın nə qədər keçdiksəm o qədər yaxşıdır. Normal olaraq Teslanın canı yavaş-yavaş azaldığına görə. Ona görə mən en azından Teslanı bacardığım qədər keçdikməliyəm. Raket fürsətimiz burada belə var. Mini Pekka, korumalara mini Pekka vursun. Korumalara vur, Valkyrie vurma. Ev yox, əla Valkyrie yaşadı. Sağ tərəfdən skelet fıçısı, sol tərəfə belə fıçı. Böyük ehtimal hansısa kulemi almışıq. Aha, əla. Sağdan golem gələ bilər. Olmadan oyun qutardı yine. Ehtiyac da olmadı. So. Bu qədər. Keçək ikinci oyuna. Play again. Biraz da vaxt olsaydı bəlkə də golemciyə 3 stat çəkərdik. Amma yaxşı qutardı əlimizdən. Deməli, hançer düşəsi. Bayaqdan bundan misal üçün şikayətlənirdim. Və oyun qabağıma atdı ki, buyur. Yəni, madəm bir oyun utdun, həmin o kartla bəsindir. Kart topu əlindən çıxdı, amma ki, hançer düşəsi onsuz da onların bıçağın, belə deyim də, 2 dənə kiçik böyüsü olmağı biraz pis oldu. Və bunu atıram buradan. Bıçaqlarını atır. Nə kuledə partlayır, nə hasar verirəm ara yerdə. Yəni çox belə dəxlisizcəsinə savunur. Nəsə, en azından bir 400 hasar qabaqdayıq. Misal üçün bir dancı da ona saya bilərik ki, deyək ki, 2 dəfə misal kulesində partlayıb kimi düşünək. Deməli, ata kartla tam olaraq hələ ki bilmirəm. Raket ata bilərik. Əslində biraz iksir baxımından bu bizi pis vəziyyətə saldı. Hansı ki, ümumiyyətlə belə baxıram, hasar verə bilmirik. Bax, korumada 2 dənə getdi, normalda bir dənə vurmalıydı. Ki, adam Pekka'ya atanda bizim əlimizdə 5 iksir var idi. Bu nə deməkdir? Bu o deməkdir ki, vəziyyət çox pisdir. Korumalar əlimizdən çıxıb. Deməli, baskı da eləyə bilərdim, amma ki, dediyim kimi, hələ ki, eləyəməli olduğum baskı daha çox iksir tələb eləyirdi ya. Ona görə full, necə deyərlər ona, safe oynamalıyam. Əla korumalar əlimizdədir, amma ki, o
Koçbaşı vura bilər. Korumalar, eynən. Korumalar çatdırmadı. Yenə də hasarda qabaqdayıq, amma əlində oxlar deyəsən çıxdı. Kartopsu var bir dənə. Bıçaqlarım tutar. Hasar ver. Ey. Nəsə. Oxlar atıram, bəlkə vurmadı deyəcəm də yox, mümkün deyil. Hələ ki əlimizdə tam da bir düzəməlli kart yoxdur. Yenə də Tesla ilə defansı açaq. Atak eləyə bilmirəm. Atak eləsəm boş-boşuna orada kulüdüb. Bir dənə yavru ejder ata bilər maksimumunu. Deməli, bu dəfə korumalar əlimizdədir. Tesla yəqin ki savunacaq. Aha. Uy, oxları qaçırtdı. Amma ki bu vurmasın deyə kuleyə məcbur mən Tesla atmalıyam. Hansı ki yaxşı gəlmişdik. Raket. Sol tərəfə bir şey ata bilmədim. Bax, misal üçün bu nəzərdə tuturam. Ona bax, skelet fıtısı heç nə. Bir dənə skelet vurdu oradan o boyda. Adam ildırım atdı, en azından bir dənə tez bazar girmək olar. Oxlar deyəsən əlində deyil. Kartopu var əlində, səhv eləmirəmsə. Yox. Əla, dart arxaya düşdü. Bıçağı da yoxdur. Əla. Full spam. Hansı ki ildırım yəni atmamalıydı. İndi bu dəqiqə iksir baxımından o qədər də yaxşı deyil. Pekkasını misal üçün çatdırsa, okey, yəni biraz biabırsılıqdır, amma çatdıracağını düşünmürəm. O oldu da orada öldü. Tez. Bura yavru ejder atacaq yəqin ki, onun üçün raket atıram təxmini. Oy. Gizlən aldı. Try again. Yəni misal üçün mən bu hançer düşəsinə qarşı oynamağı buna görə sevmirəm. Yəni fikir verdinizsə axırda yəni full spamla, yəni adamın ildırım səhvinə görə misal mən elə baskı eləyib saxın qutartdırıb davamlı da ataka yəni belə fokus ala bildim. Amma adam ildırım atmasaydı, düzəməlli oynasaydı, yəni belə bir hal mövcud olmayacaqdı. Korumaları da atmaq məcburiyyətindəyik. Yəqin ki Valkyrie onu çatdırıb orada Valkyrie şövalyəyə vura bilən deyildi. Əlindən tomruk çıxıb, ona görə Valkyrie getsin qabağa. Valkyrie fokus olsun büyücü, sonra kule onun üçün biraz gözlədim. Adam qəşəng defans elədi, amma ki bir damcı hasar verdik. Ortadan Tesla ata bilərik, hansı ki atak kartı göstəbəydi. Əla. Son koruma vuruşunu olmasaydı daha yaxşı olardı, amma yox, ortadan top atıb yəqin ki bunu özünə çəkər. Bildirişi sürüşdürəndə səhvən dart attım. Bu mənim başıma partlayacaq. Biraz gözləyim, sırf o darta görə indi bu dəqiqə bir balaca ziyana düşmüşük. Atak eləyəyim. Problem deyil. Düzdür, bir tərəfdən yaxşı oldu, bir tərəfdən pis oldu. Dediyim kimi Dart Goblin misal. Aha, vəsə. Büyücüdən mən qorxdum ki kuleyə də vurar. Amma köstəbək çox vurdu. Hələ tomruk yenə əlindən çıxdı deyə fıtsa ata bilərik. Kakraz ruh da əlindən çıxıb deyəcəkdim. Şövalyə qəti vurma kuleyə. Onun üçün Valkyrie fəda elədim. Yenə ortadan Tesla tikirik. 2x-ə girmişik. Misal üçün raket də çevirə bilərik. Adam ortadan top da ata bilər. Top ata bilər deyə dart atıram. Evrimlər məni yordu qardaş. Qabağa atarsan yəqin ki. Ax, zəhəri çox yaxşı iş gördü. Düzdür, hasarda belə ümumi götürülsək qabaqdayıq, amma çox da yaxşı vəziyyət deyil. Adam zəhər atmaqla əslində biraz qabağa keçəcək yenə. Bu dəfə elə indidən
Qardiyanları atıram. Əla. Zəhər atsa belə sağlı sollu atak eləyəcəm. Uy, amma çox hasar yedik. Əla. Sol tərəf hasar verir. Topu çatdırmazsan yəqin ki. Ya, çatdırsan belə ilə hasar yedin. Yenə zəhər at. Əslində bir tərəfdən zəhər atmaq yaxşıdır ki, yəni ziyana düşür. Misal evrimli fıçıya tam da sağlı sollu kartları bölüşdürə bilmir. Valkür, əla. Sklet vur. Uy, əla, çox əla. Tesla yaşayır. Teslanı atsaq belə yenə də zəhər atsa biz raket atacaq. Zəhər atmadı deyə raket ata bilmədim. Defansif məcbur. Sklet fıçısını attım. Raket atacağım. Yəni 3x-ə girmişik kakras. Bir dənə raket atsam oyunu alıram. Onun üçün ortadan Tesla düşməliyəm. Yəni raket biraz tez oldu, amma adam arxadan yəni kart attı. Bura korumalar. Valkür heç hasar verməsin deyə. Bu sefer raket əlimizdə də oyunu da aldıq. Əla. Yəni normalda ümumiyyətlə köstəbək eşləşmələrin mən alıram, o ayrı məsələ. Misal üçün Valkür var, korumalar var. Məsələn bəzən olur ki, qarşımdakı rəqib ekstra yaxşı oynayır. Hə, onda misal uda bilmirəm. Misal bu rəqibin səhvi nə idi? Əsasən götürüb elektrik ruhun saxta fıçıya, tomruku düzgün fıçıya atsaydı, yəni heç hasar alan değildi. Sadəcə olaraq saxta fıçıya tomruk atırdı, yəni sırf o həyacandan Valkür tanklayırdı. Ona görə ora tomruk atırdı. Əks tərəfə sklet neydi? Elektrik ruhu atırdı ona rəğmən. Uduzurdu. Bu arada danışmaqdan başım qarışıb. Adam elə arxadan iksir golemi ilə çıxıb. Deməli, bu videoda nələr gördük? Bir golem görmüşük. Bir iksir golemi gördük. Bir də köstəbək. Heç sevmədim bu işi. Buradan dart atıram, amma ki əlində kiçik büyüsü var. Kasırğası var demiş. Raket qalxan basa bilmədən, lan sən öl. Oxları atmalıydım, oxları atmasaydım o kule dəhşət çox pis günə düşəcəkdi. Yəni şifacı ölmür. Nəsə eyb yox. Əlində kiçik büyü səhv eləmirəmsə yoxdur. Bir dənə kasırğa olur bu iksir golemcilərdə. Kulini alsaydı daha yaxşı olardı, amma eyb yox. Bir dənə raketli can saxladıq. Deməli, dart goblini ata bilərəm bura. Amma koruma atacam. Çünki əlində evrimli elektro əjdər var. O biraz işləri körlüyor. Ortadan indidən Teslanı tikək, ən azından defansı çevirə bilərik. Kakrat 2x-ə giririk. Deməli, oranın bir raketli canının olmağı daha yaxşıdır, amma qəşəng. Yəni, əslində kartların yığılmasını da gözləyə bilərdim. Dart goblini atıram ki, iksir toplayıcım vursun. Aha, vəsə. Deməli, 43 saniyə boyunca bunu defans eləsək, super. Defans eləyə bilməsək, aləm dəyəcək bir-birinə. Bunun yanına bir dənə kart at. Lan, özvə gəl. Bu, aha, indi bir dəqiqə çox pis fokus oldum oyuna. Pis oyunu aldıq. Yəni, mən dedim, hər an əjdaha gələ bilər, eləyər. Bütün oyunumuz gedə bilər. Gələ bilmədi. Hala, bu oyunu da aldıq. Elektro əjdərin hələ çarpmağı oyun qutarsa belə davam eləyir. Keçək növbəti oyuna. Bir də pilləmizə baxmaq istəyirəm. Neçənci pillədəydik? .
sandıqlar bu gün qutarsa, növbəti oyuna keçə bilərik. Yəni əslində çox belə yaxşı qalxmışıq. Son oyunlara baxsaq, qələbə. Golem, Pekka, Köstəbəy, bir də İksir Golemi. Əslində 4 oyun məncə bəsdir. Videonu burada bitirə bilərik. Növbəti videoda görüşənədək, bu arada misal üçün şampion deyirəm, qəhrəman kart haqqında danışmaq istəyirəm ki, misal üçün mənim dəstəmdə niyə yoxdur, hansı ki bir dənə məndə düzdür slasher şampiyonu var. Amma dediyim kimi mənim dəstələrimə getmir. Dartın yerinə qoydum, sonra bunun yerinə qoymuşdum. Bir-iki dənə elə-belə kombolar yoxladım ki, əlimdə bu dəstə var ki, bəzən bunu oynayıram qəhrəman kartla, amma dediyim kimi çox da sevmədim deyə ona görə oynamıram. Misal üçün mini pekka olsaydı bəlkə başqa məsələ, hansı ki mini pekka 100% deyir ki, yəni oyun deyir ki, qardaş pul vur, gəl götür. Yəni mən sənə sadə heç bir sadə mini pekka qəhrəmanım vermirəm. Yəni belə. Dəstə buydu, oldu, sağ olun, özünüzə yaxşı baxın, təşəkkürlər dəstəyiniz üçün.